Azərbaycanda ən çox qohum evliliyi olan 10 rayon hansılardır? Ən çox qohumla evlənənlər hansı bölgədə yaşayırlar? Respublikamızda qeydə alınan nikahların 56% qohumlar arasındadır. Yerin Qulağı kanalı bu dəfə qohum evliliyini araşdırıb. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Qohum evliliyinin ən böyük fəsadları xəstəliklər və qüsurlu uşaqların dünyaya gəlməsidir. Azərbaycanda hər 12 nəfərdən biri talassemiya xəstəsidir. Bu, Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin gəldiyi qənaətdir. Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehtimalı da çox yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25%-dir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarında rast gəlinir. Müəyyən olunub ki, Azərbaycanda ondan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır. Həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15% təşkil edir. Bunlar arasında ən çox yayılanı talassemiyadır. Qohumla evlilik təkcə genetik və irsi xəstəliklərə yol açmır, həm də yeni nəslin cırlaşmasına səbəb olur. Məsələn, dünyanın ən uzun boylu insanlarının yaşadığı Niderlandda cəmi 0,36%, İsveçdə isə 0,90% sakin qohumla nikaha girir. Budur ən çox qohum evliliyi 10 rayonun siyahısı. 10-cu yerdə Ağdam rayonu gəlir. Qarabağ müharibəsi, köçkünlük və sosial çətinliklər fonunda Ağdam rayonunda ailəvi bağlar daha da güclənib. Bu da zamanla qohum evliliklərinə zəmin yaradıb. 9-cu yer İmişli rayonu. İmişlidə qohumlar arasında evliliklər əsasən kənd yerlərində daha çox müşahidə olunur. Sosial və iqtisadi səbəblər burada həlledicidir. 8-ci yerdə Şəki rayonu gəlir. Şəki tarixi və mədəni şəhər olsa da, bəzi bölgələrində ənənəvi ailə strukturları üstünlük təşkil edir. Qohum evlilikləri də bu səbəbdən yayğındır. 7-ci yerdə Biləsuvar rayonu gəlir. Biləsuvarda ailələrin bir-birini tanıması və təhlükəsizlik hissi səbəbilə qohum evlilikləri yüksəkdir. 6-cı yerdə Cəlilabad rayonu gəlir. Qonşu rayonlarla oxşar olaraq burada da ailə daxili evliliklər etibarlı seçim kimi qəbul olunur. Hətta onu qeyd edim ki, bəzi rayonlarda və bəzi kəndlərdə hətta digər kəndlərə qız vermək adəti hazırda yayğın deyil. 5-ci yerdə Şamaxı rayonu gəlir. Şamaxıda da ənənələr güclüdür. Bu rayonda ailələr öz içindən qız alıb qız verməyə üstünlük verirlər. 4-cü yer Yardımlı rayonu. Dağlıq ərazi, qapalı icmalar və mədəni izolyasiya qohum evliliklərinin sayını artıran əsas faktorlardan biridir. 3-cü yerdə Sabirabad rayonu gəlir. Erkən yaşda nikahlar və qohumlar arasında evlilik halları bu bölgədə nisbətən daha çox müşahidə olunur. 2-ci yer Salyan rayonu. Son illərdə maarifləndirmə tədbirləri bu rayonda daha da artırılıb. Ancaq qohum evliliklərinin sayı burada yüksəkdir. Qohum evliliklərinə bağlı Salyanda valideynlərin rolu çox böyükdür. Və 1-ci yer Masallı rayonu. Masallı rayonu qohum nikahları üzrə Azərbaycanda lider rayonlardan biridir. Qohum evliliyi xüsusilə genetik və irsi xəstəliklər, məsələn talassemiya kimi riskini artırır. Problemin səbəblərindən biri adət-ənənələr, sosial normalar və informasiya çatışmazlığıdır. İnsanlar risklərdən dolğun xəbərdar olmaya bilər və belə evliliklərin nəticələri uşaqlarda xəstəliklər, sağlamlıq problemləri kimi göz önünə alınmaya bilir. Artıq Azərbaycanda qanunla qohum evliliyi qadağan olub. Ancaq indiyədək olan evliliklərin fəsadları, uşaqlara təsiri hələ uzun illər xəstəliklərlə özünü göstərəcək. Bəs yaxın qohumla nikaha girmək daha hansı fəsadlar törədir? Tanınmış pediatr Vaqif Qarayev qohum evliliyinin təbabətdə normal qəbul edilmədiyini söyləyib. Əmioğlu, əmi qızı, xala oğlu, xala qızı və bu kimi yaxın qohumların evliliyindən doğulan uşaqlarda irsi, genetik xəstəliklər olması hər zaman gözləniləndir. Ən pisi də odur ki, əgər qohumlardan birində hansısa xəstəlik varsa, onun doğulacaq uşağa keçməsi riski çox böyükdür. Ümumiyyətlə, praktika göstərir ki, yaxın qohumların evliliyindən doğulan uşaqların böyük hissəsi hansısa xəstəliklərdən əziyyət çəkir. Elə ailə var ki, bir yox, bütün uşaqlara genetik xəstəliklə doğulur. Qısası, təbabət iki daşıyıcının evlənməsini məsləhət görmür. İki daşıyıcıdan doğulan uşağın talassemiya xəstəsi olması qaçılmazdır. Vaqif Qarayev qohum evliliyinin mental dəyərlərdən də qaynaqlandığını bildirib. O bildirib ki, bütün hallarda yeni evlənənlər nikahdan qabaq müayinədən keçsinlər. Bu çox vacibdir. Bu, həmin cütlüyü ən azı gələcək xoş olmayan sürprizlərdən qoruyar. Bəs dünyada vəziyyət necədir?
Qərb ölkələrində qohum evliliklərinə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0,5%, Niderlandda 0,3% öz qohumu ilə evlənir. Dünyanın ən xoşbəxt millətlərindən biri sayılan İsveçlə isə bu rəqəm 0,9%-dir. Rəqəmlərin xeyli yüksək olduğu ölkələr də var. Almaniyada yəhudilərin 35,8%, Küveytdə 54,3% öz qohumu ilə evlənir. Yəni təxminən əhalinin yarıdan çoxu. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə həmin bölgələrdə irsi xəstəliklərin yayılması tempi 15% təşkil edir. Bunlar arasında ən çox yayılanı talasemiyadır. Amerika Birləşmiş Ştatlarının 24 ştatında isə ən yaxın qohumların evliliyi rəsmi şəkildə qadağan edilib. Əmi, dayı, xala, bibi uşaqları ilə, yəni birinci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısında bəzi şərtlər qoyulub. Məsələn, Arizonadakı qaydalara görə yaşın 65-i keçibsə və ikinizdən birini sonsuzsunuzsa, onda evlənə bilərsiniz. Ona görə də Amerikalılar əvvəldən beşiyin başında bizdə kimi göbəkçəsti etmirlər. Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə 4-cü nəslə qədər evlilik insest, yəni ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur. Lakin Asiya və İslam ölkələrində qohumlar arası evliliklərə daha çox rast gəlinir. Şərq ölkələri sıralamasında Türkiyə bütün ölkələri geridə qoyub. Türkiyənin müxtəlif bölgələrində aparılan sorğuya görə ümumilikdə hər 100 evlilikdən 15-i qohumlar arasında olur. Təkcə Türkiyənin Trakiya bölgəsində qohumlar arası evliliyə müsbət rəy vermirlər. Onlar 7-ci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki 7-ci nəsildən sonra insanlar yad sayılırlar. Türkiyədə aparılan sorğuda qohum evlilərə "İndi belə bir evliliyə razı olardınızmı?" sualı verilib. Əksəriyyət çox peşman olduğunu, "Bugünkü ağlımızla heç vaxt evlənməyə razı olmazdıq" cavabını veriblər. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.